Azərbaycan Respublikası dövlət bayrağının istifadə qaydaları haqqında Azərbaycan Respublikasının qanunu. Maddə 1. Azərbaycan Respublikasının dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədi ilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görür. Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının dövlət himninin mütləq ifa edildiyi hallar Azərbaycan Respublikasının dövlət himnindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir. Maddə 2. Azərbaycan Respublikası dövlət bayrağının qaldırılmalı olduğu yerlər. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikasının Prezident Sarayının və dövlət iqamətgahlarının üzərində Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə Hüquq Şurasının, Mərkəzi İcra Hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi İcra Hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikasına Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət buraxılış məntəqələrinin və sərhəd zastavlarının binaları üzərində daimi qaldırılır. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikasının silahlı qüvvələrinin və başqa silahlı birləşmələrin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır. 1. Azərbaycan Respublikasının bayram günlərində. 2. Hərbi and içmə mərasimində. 3. Hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə. 4. Hərbi hissələr, bölmələr və ya hərbi gəmilər xarici dövlətin ərazisində, ərazi sularında olduqda. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikası silahlı qüvvələrinin və başqa silahlı birləşmələrin hərbi hissələrində, onların qərargahlarının binalarında, hərbi gəmilərində isə hərbi dəniz qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət bayrağını da qaldırmalıdır. Maddə 3. Azərbaycan Respublikası dövlət bayrağının yerləşdirilməli olduğu yerlər. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan Respublikası Prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə Hüquq Şurası sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Mərkəzi İcra Hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının,
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, Naxçıvan Muxtar Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikası Prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir. Azərbaycan Respublikasının dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada and içmə mərasimi keçirilən yerlərdə yerləşdirilir. Maddə 4. Azərbaycan Respublikası dövlət bayrağının təsvirinin istifadəsi. Azərbaycan Respublikası dövlət bayrağının təsviri beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur. Azərbaycan Respublikası dövlət bayrağının təsviri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur. Azərbaycan Respublikası dövlət bayrağının təsviri Azərbaycan Respublikasının dövlət mükafatlarının, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi istifadə edilir. Maddə 5. Azərbaycan Respublikası dövlət bayrağının digər yerlərdə istifadəsi. Azərbaycan Respublikasının dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla, asıla bilər. Azərbaycan Respublikasının dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla, asıla və ya yerləşdirilə bilər. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılır, asılır və ya yerləşdirilir. Maddə 6. Azərbaycan Respublikası dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi. Azərbaycan Respublikasının dövlət bayrağı dövlət hakimiyyəti orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı qaldırılır, asılır və ya yerləşdirilir. Maddə 7. Azərbaycan Respublikası dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində istifadəsi. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 sm olan qara lent bərkidilir və dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir. Azərbaycan Respublikasının vəfat etmiş, həlak olmuş vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası dövlət bayrağının istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Azərbaycan Respublikası dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması, asılması və ya yerləşdirilməsi. Azərbaycan Respublikasının dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa, asılırsa və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası dövlət bayrağının ölçüsündən böyük ola bilməz. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa, asılırsa və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikasının dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır. Maddə 9. Azərbaycan Respublikası dövlət bayrağının istifadəsinə dair tələblər. Azərbaycan Respublikasının dövlət bayrağı və onun təsviri onların ölçülərindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. Azərbaycan Respublikasının dövlət bayrağı və bayraq dirəyi ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
Azərbaycan Respublikasının dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı 3 metr hündürlükdə olsun. Maddə 10. Azərbaycan Respublikası dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər. Azərbaycan Respublikasının dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Maddə 11. Azərbaycan Respublikasının dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət. Azərbaycan Respublikası dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının dövlət bayrağı barədə təhqir edici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. Maddə 12. Yekun müddəalar. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət bayrağı haqqında əsasnamənin 3-cü, 4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması, asılması, endirilməsi, saxlanılması və istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti. Bakı şəhəri 8 iyun 2004-cü il.